Tim Burton'un Xanım Peregrine'in Qəribə Uşaqları adlı filmini izlədim. Təbii ki, ikinci dəfə də izləmişdim və bu film çıxanda da indi yenə analizlərə baxdım. Yəni çox da bəyənilməyib. Hətta insanlar tənqid edirdilər ki, Tim Burton yəni özünü təkrarlayır, eyni mövzular, eyni üslub. Yəni bu rejissorun hər halda belə deyək, öz gotik üslubunda, animasiyalarda, filmlərdə gotik üslubda çəkir Tim Burton və mövzular da gotik olduğu üçün mövzular da ölüm, ölümsüzlük, itki və yaxud da ki, bu dünya, real dünya və yaxud da ki, axirət öldükdən sonraki dünya, hansı ki, bir çox animasiyalarında da var ki, digər ölülər dünyasını bizə göstərir. Məsələn, Ölü Gəlin animasiyasında olduğu kimi və yaxud da bir dənə də filmi var idi, yəni adı yadımdan çıxdı. Orada da yəni ölülər dünyasını daha çox əyləncəli, rəngli göstərir. Yəni bu rejissorun üslubudur və analizlərə baxanda belə başa düşdüm ki, yəni yenə təxmini görüntülərə baxılır və filmin analizi edilmir. Hansı ki, bu film eyni adlı roman əsasında çəkilibdir və roman da kifayət qədər yeni roman olmasına baxmayaraq, yəni kifayət qədər də iri həcmli romandır. Bu filmin mövzusu deməli bir 16 yaşlı gənc uşağı görürük, Jack'i görürük. Hansı ki, Jack ətrafı həyatından narazıdır. Ailəsinin atası ilə daha doğrusu kontaktı yaxşı deyil. Çünki o babası davamlı olaraq atası işdə olduğu üçün onunla böyüyüb və babası bütün uşaqlıq dönəmindən etibarən ona real olmayan hekayələr danışır. Başqa bir dünya olduğunu, bir yetimxanadan danışır. Orada qəribə uşaqların yaşadığını danışır və artıq babası öləndən sonra Jack'in gözünə qəribə varlıqlar görünür və onu belə deyim psixoloqa yönləndirirlər. Bu psixoloqun kim olduğunu da biz daha sonradan anlayacağıq. Deməli, Jack əslində ətrafdakı real insan, atası da məsəl üçün onun psixoloji durumunun yerində olmadığı üçün halüsinasiyalar gördüyünü inanır, psixologiyasının pozulduğunu inanır və psixoloqa da gedəndə, yəni bu şeyləri danışanda psixoloq deyir ki, sən ola bilsin, baban sənə həyatı bu şeyləri danışıb deyə sənin gözündə belə şuuraltı olaraq bir nələrsə görürsən, canlanır. Belə deyək, psixoloq onu sonradan anlayacağıq ki, gaslighting edir. Gaslighting nədir? Hətta bunun filmi də var idi. Feminizmdə də çox işlənən termindir. Gaslighting öz gördüyünə, öz ağlına şübhə eləmək. Yəni qarşı tərəf səni müxtəlif hərəkətlərlə belə deyim gaslighting edir, ağlından şübhə elətdir. Sən artıq öz ağlına yox, öz gördüyünə yox, qarşı tərəfin sənə inandırdığı şeyə inandırsan. Məsələn, qarşı tərəf sənə inandırır ki, sənin gördüklərin fakt tutan, bu dəftəri görmüsən, amma o real deyil. Və artıq dediyim kimi Jack də artıq 16 yaş olduğu üçün, böyüdüyü üçün, bu böyükləri niyə görə deyirəm böyüdüyü üçün? Böyüdükcə bizim uşaqlıq Hayao Miyazaki'nin də animasiyalarında bu var. Fantaziya gücümüzü itiririk. Böyüdükcə real həyatla üzləşirik. Artıq o uşaqlıqda gördüyümüz fantaziyalar, belə deyim, o təhsil sistemi haqqında deyirlər ki, uşaqların fantaziyalarını boğur, əslində belə deyim, istedadlarını boğur təhsil sistemi. Biz özümüzü məsələn Azərbaycandakı təhsil sistemini götürəndə o təhsildən özümüzü qorumalıyıq və bunun yollarını tapmalıyıq ki, necə eləyək, həm sistemə uyaq, çünki o normu pozmayaq, təhsil almasaq normu pozmuş olacağıq və rəsmi olaraq belə deyim, keçərsiz olacaq bizim, yəni bu bir növ məcburiyyətdir, həm də ki, özümüzü ondan qorumalıyıq. Və Jack babasının ölümündən sonra dediyim kimi psixoloqa gedir, onların seanslarını görürük. Bizə də çox məntiqli gəlir danışılan şeylər. Burada psixoloqun dediyim kimi daha sonra öyrənirik ki, o gaslighting eləyən bir barondur. O baron haqqında da ətraflı danışacağım, amma burada belə deyim, elm kimi göstərir, yəni real olmayan halüsinasiyalar, gördüyü şeyləri, belə deyim, xurafat, real olmayan şeylər olaraq göstərir. Psixoloq isə bir elm, yəni elmi tərəfdən deyir ki, belə şeylər mümkün deyil. Burada gaslighting eləyərək elmin
yəni zərərlərini göstərir. Nə fikrimi tam ifadə edə bilmədim. Elmin zərərləri deyəndə, yəni manipulyasiya eləyir. Elm tərəfindən danışırmış kimi göstərilir bizə, amma əslində anlayırıq ki, sonradan manipulyasiya eləyir Jackie. Və daha sonra deməli Jack axtarışa gedir, atası ilə bir qəsəbəyə gedirlər. Orada bu yetimxananı, söhbəti gedən yetimxananı görməyə qərarı alır. Mənim niyə kameram hər videoda düşür. Qərarı alır ki, o yetimxananı görsün və gotik üslub dediyimiz üslubda, yəni xarabalığı xatırladan gotik bir binadır, evdir. Və orada yaxınlaşanda onu qarşılayırlar, əkiz uşaqlar var. Nə bilim, bir gənc qızdır, görünməyən bir uşaqdır. Onu qarşılayırlar və deyirlər ki, biz səni aparacağıq, yəni o yetimxanaya. Və ora gedəndən sonra ilk dəfə xanımın adı Peregrin xanımla tanış olur. Bu bildiyimiz qoruyucu ana obrazıdır. Və demək olar ki, Jack'in atası ilə bu obrazı və yaxud da ki, daha sonradan baronu analiz edəndə bunların müzakirə belə, müqayisə eləyə biləcəyimiz obrazdır. Çünki real dünyada Jack'in atası o gördükləri şeylər, utopik şeylər görür deyə fantaziyasına görə, belə deyim, onu xəstə adlandırır, psixoloq aparır. Bu dünyada isə Peregrini xanım onun bu istedadını dəyərləndirir, yəni yüksək qiymətləndirir, potensialını çıxardır real həyatın tam əksinə olaraq və bu dünyada da biz görürük ki, artıq Jack'in də oradakı uşaqlar kimi xüsusi qabiliyyəti var. Bu xüsusi qabiliyyət də ondan ibarətdir ki, o digərlərinin görə bilmədiyi şeylər görür. Bunu da cəmiyyətdəki o aydınlara, maarifçilərə də yoza bilərik, yəni onları simvolu kimi də düşünə bilərik. Bir tərəfdən də yəni sənin xüsusi qabiliyyətləri olan insanlar cəmiyyət real dünyada təcrid olunurlar. Onların o qabiliyyətləri zəiflik kimi, xəstəlik və ya qüsur kimi. Çünki Tim Burton'un filmlərində çox yəni qəhrəmanların əksəriyyəti diskriminasiya görmüş, cəmiyyət normalarına uyğunlaşa bilməmiş, sistemə uyğunlaşa bilməmiş obrazlar olur. Jack də onlar kimidir. Yəni real həyatda o atası belə onu qüsurlu, yəni gördükləri şeylər, heç kim görmədiyi şeylər görür deyə xəstədir. Psixoloji çatışmazlığı var. Bu dünyada isə əksinə o xüsusi istedadlı sayılır və onun bu istedadı hətta gedir filmin sonlarında onu bir qəhrəmana çevirir. Və bu dünyadakı uşaqların qəribə xüsusiyyətləri var hər birinin, hansı ki onlar deməli Almanlar tərəfindən onların yaşadıkları yetimxana bombalanıb və xanım Peregrin də onları qorumaq üçün monoton bir döngəyə soxuşdurubdur. Yəni onlar hələ də müharibə dönəmində o zamanda yaşayırlar və hər dəfə o yetimxananın bombalanma anı gələndə xanım Peregrin zamanı geri çəkir, tutalım samolyotu görəndə yetimxananın bombalanma anında zamanı dayandırır, bir də geri çəkir, 24 saat əvvələ gedirik. Burada xanım Peregrin həm yaxşı bir obrazdır, dediyim kimi uşaqları müdafiə eləyir, hansı ki daha sonra da özünü də qurban verəcək. Amma bir tərəfdən də yəni onları qurtarmaq üçün, qorumaq üçün onları qısıtlayır, yəni bir şeyə məhkum eləyir. Gələcəyə getməkdən, gələcəyə görməkdən onları məhrum eləyir. Bu da bir növ valideynlərin uşaqları komfort zonasından çıxartmaq istəməməsi, yəni uşaqları qoruyurlar deyə həyatla tanış olmalarını istəmirlər, daimi olaraq nəzarəti onların üstünə saxlayırlar. Beləcə də uşaqlar real həyata atıla bilmirlər, böyüyə bilmirlər. Yəni niyyət hər nə qədər yaxşı olsa da bir növ uşaqlar üzərində dominant, onların hüquqlarını pozur istəməsə də belə bir obrazdır. Daha sonra oradakı uşaqların hər biri düşünürəm ki, o qabiliyyətləri üstündə danışa bilərik. Məsələn, dediyim kimi Jack'in o görünməzi görməsi özlüyündə bir xüsusi istedad, hansı ki, sonradan uşaqları həyatını xilas eləyir, əslində ölüdürlər necə xilas eləyir. Yəni orada filmin sonlarında yəni baxsız anlayacaqsınız nəyi nəzərdə tutduğumu. Peregrin yəni Jack'i xilas eləmək üçün özünü qurban verir. Daha sonra isə Jack o uşaqların öhdəliyini alır Peregrin olmadığı üçün.
Deməli, orada uşaqlardan birisi, Emma idi səhv eləmirəmsə, Jacklə, belə deyim, aralarında hisslər yaranan uşaq, o dəmir ayaqqabılar geyinir. O dəmir ayaqqabıları çıxardanda əslində uçur, yəni belə ağırlığı yoxdur. Bu azadlığın simvoludur demək olar ki, bir növ gücdür. Azadlıq, yəni uça bilmək qabiliyyəti, yüngül ola bilmək qabiliyyəti. Amma əgər bu güc nəzarət olunmasa, yəni onun dəmir ayaqqabılarla nəzarət edilməsə, o onu məhv edə bilər. Yəni uçub məhv ola bilər və yaxud da ki, belə deyək, o ayaqqabıları bir növ cəmiyyətə uyum sağlamaq üçün, həyatda qalmaq üçün, yəni uçsa məhv olacaqsan, o həyatda qalmaq üçün güc olaraq da, yəni bir qısıtlama deyim, həm qısıtlayır, amma qısıtlamasa da məhv olacaq. Yəni bir növ belə də dəyərləndirə bilirik. Hər cür yəni analiz eləmək olur. Dedim ki, mən sadəcə öz anladıqlarımı və analizlərdə oxuyub mənə məntiqli gələnləri deyirəm. Daha sonra orada var idi görünməz uşaq, mənim çox diqqətimi çəkirdi. Hansı bir səhnədə geyimləri olmurdu, heç kim görmür onu. Məsələn, sonra deyirlər ki, Emma deyir ki, sən bugün paltarlarını geyinməmsən. O geyinəndə bədəni görünmür, amma geyimlər görünür. Bu cəmiyyətdə görünməz, yəni qeyri-adi istedad olmasına baxmayaraq, görünməyən, davamlı olaraq potensialı aşkarlana bilməyən uşaqları simvol edir deyə düşünürəm. Onlar neynəsələr də cəmiyyətdə görünməz olurlar və bir müddət sonra, yəni heç bir faydası olmayan, potensialı öldürülən uşaqların simvoludur. Görünməzdən sonra bir də deməli əlləri yanan uşaq var idi. Toxunda hər şey yandırır və bundan qorunmaq üçün də onun əllərini əlcək keçirdirlər. Bu da düşünürəm ki, bunun özü də bir istedaddır, amma bu istedadı da yəni zərər verməsin deyə qısıtlayırlar, əlcəklə qısıtlayırlar. Daha sonra ağzı çox böyük olan, boynun arxasında olan bir uşaq var idi. Onu yəni bilmirəm necə analiz eləmək olar. Bir aclıq, yeniliyə açıq fikri olan bir uşaq olaraq da analiz eləmək olar. Daha sonra oradakılardan, yəni hər bir uşağın belə fərqli obrazları var. Bir də filmdə uşaqları əslində bu nasistlərə də bir göndərmə olduğunu düşünürəm. Uşaqların yetimxanadakı gözlərini oyub həyatda qalmaq üçün, ölümsüz olmaq üçün bir növ onların gözlərini yeyir baron və onun əlbirləri. Bu əslində nasistlərin, almanları bilirik ki, o dönəmdə çoxlu insanlar üstündə təcrübələr aparıblar. Sınaq məqsədi ilə, yəni insanlığa yaraşmayacaq şəkildə ki, uşaqların üstündə bu təcrübələr aparıb və düşünürəm ki, ona bir göndərmədir. Bir də özünü ölümsüz eləmək üçün, özü həyatda qalsın deyə başqa insanların gücünü oğurlamaq və yaxud da ki, onların azadlıqlarını, həyatlarını əlindən alıb öz gücünə güc qatmaq, bir növ güc zəhərlənməsi yaşayan obrazdır. Yəni də deyirəm, orada da nasistlərə göndərmə var böyük ehtimalla. Hansı ki, biz sonradan anlayacağıq ki, əslində Jackin babası öləndə halüsinasiya görür deyə göndərdikləri psixoloq, o psixoloq da qadın olur, əslində bu baron imiş. Və o öz mənfəətinə çatmaq üçün, öz istəklərini yerinə yetirmək üçün hər obraza girə bilir. Bir növ siyasətçi, belə deyək, siyasətçilərin təbliğidir, diktatorların, belə deyək, təmsilidir və anlayırıq ki, əslində baron real dünyaya gedərək bu uşağı təhlükə olaraq gördüyü üçün ona gaslighting eləyir, psixoloq cildinə girir və inandırır ki, əslində onun gördükləri real deyil, ağlını şübhə elətdirir. Bu, yəni dediyim kimi, barondur və Peregrine xanımın Jack'i artıq öldürmək istəyəndə özünü fəda eləməsi bölümü də çox maraqlı idi. Hansı ki, baron öz gücünü, özü üçün, belə deyim, öz çıxarları üçün uşaqları məhv eləyirdi. Amma Peregrine isə uşaqlar həyatda qalsın deyə, Jack'i xilas eləmək üçün özünü fəda eləyirdi. Bu da çox gözəl. Yəni bunların o fəda edənin qadın olması,
baronun kişi patriarxal olması da bilmirəm təsadüfmü seçilib, amma mənə çox xoşuma gəldi. Hansı ki Peregrine də bu arada unutdum. Tim Burtonun bir çox işlərində Johnny Depp kimi onun bir çox filmlərinə çəkilib. Eva Green oynayır, canlandırır. Və Peregrine fəda eləyəndən sonra bir çox animasiyalarda, uşaq filmlərində də gördüyümüz kimi, dediyim kimi Hayao Miyazaki də bunu çox eləyir. Məsuliyyət, yəni böyümək üçün uşaqlıqdan ruhların qaçışında da bu vardı. Uşaqlıqdan gəncliyə, belə deyim, yetişkinliyə addım atma dönəmində insanı nə formalaşdırır? Məsuliyyət. Və Peregrine artıq olmadığı üçün uşaqları qorumaq məsuliyyəti tamamilə Jack'ə tapşırılıb. Və Jack artıq cəsarətli olmalıdır, babasının elədiyi səhvlərdən nəticə çıxartmalıdır və uşaqları xilas eləməlidir. Niyə belədir bu telefon? Videonu ikinci dəfə çəkə bilmirəm deyə belə də paylaşacağam. Və Peregrine, belə deyim, bu addımı, bu fədakarlığı da uşaqlara, belə deyim, valideynlərin uşaqlara məsuliyyət verməsi, onların böyüməsinə şərait yaratması kimi analiz eləyə bilərik. Və Jack böyük cəsarət göstərir, o uşaqların həyatlarını xilas eləyir, gələcəyə, belə deyim, üzləşir, keçmişlə də üzləşir, gələcəyə getməkdə də cəsarət tapır. Babası bir zamanlar bu yetimxanada olmuşdu əslində, amma müharibəyə qatıldığı üçün buranı tərk eləmişdi və bunun peşmançılığını yaşayırdı. Jack isə bu səhvi eləmir, yəni babasının səhvindən keçmişdən nəticə çıxardaraq bu uşaqlar da bu dünyada qalmağı davam elətdirir. Yəni seçimini eləyir. Orada da bir cəsarət çünki lazımdır. Düşünürəm ki, yəni Tim Burton filmlərində gotik üslub dediyim kimi, yəni o qədər belə mənasız rəylər görürəm. Həqiqətən rejissorun üslubu budur, gotik üslub budur. Fərqli nələrsə gözləyirsinizsə, bilmirəm. Bir də Tim Burtonun əlavə dediyim kimi bu roman uyarlanmasıdır. Yəni burada əslində Tim Burtonun yazdığı bir hekayə deyil. Kitabı tənqid edə bilərsiniz və bilmirəm, mənim özümün çox bəyəndiyim film oldu. İzləmək istəyənlərə məsləhət eləyirəm, amma ki mütləq şəkildə bu filmin metaforlarına, analizlərinə, at mətnlərinə, məcazlarına, bir növ ədəbiyyat nəzəriyyəsini araşdırmaq lazımdır ki, bəyənməsən də bəyənmədiyin fikri əsaslandırasan. Məsələn, bir qızın rəyinə baxırdım, o deyirdi ki, nəyə görə romanı oxumuşdu və deyirdi ki, nəyə görə Jack atasına demirdi gördüklərini, o birisi dünyaya gedəndə gördüklərini. Atasına desəydi, atası anlayardı. Burada əslində, yəni Hayao Miyazaki də eyni şeyi eləyir. O keçid dönəmində uşaqlıqdan yeniyetməyə keçid dönəmi çox sancılıdır. Və o dönəmdə hər kəs, bütün uşaqlar valideynlərlə fikir ayrılıqlarına düşür və yəni çox valideyn uşaq arasında konfliktli keçən, aqressiv keçən bir dönəmdir. Burada yəni onu vurğulamaq istəyirlər ki, valideynlər uşaqları anlamırlar. Yəni onların arasında bir uçurum yaranır. Yəni bunu bu cür dəyərləndirməyəndə niyə belə demədi? Yəni sən real bir kitab oxumursan, metaforlarla fantastik bir gotik romandır, yəni bu. Film barədə bu qədər. Tim Burtonun düşünürəm ki, filmlərini danışmağa davam eləyəcəm. Çünki mövzusu Azərbaycan üçün çox-çox önəmli olduğunu düşünürəm. Çünki yenə də deyirəm, fərqli obrazlar yaradır. Obrazları cəmiyyət tərəfindən, cəmiyyətin normlarına uyğunlaşmamış, diskriminasiya edilmiş obrazlardır. Və Azərbaycanda da fərqliliyə dözüm demək olar ki, tolerant sıfırdır. Fərqli heç nəyi sevmirik. Bir bərabərlik, bir standart normlar var. Ona görə bizim toplum üçün çox önəmli olduğunu düşünürəm Tim Burtonun filmlərinin.